Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün sizinle maraqlı bir idiomatik ifade öğrenirik. Den ausschlaggebend. Azərbaycan dilinə həll edici olmaq, nəticəni müəyyən etmək, qərara təsir edən əsas amil olmaq kimi tərcümə olunur. Gəlin birinci nümunəyə baxaq. Seine Erfahrung gab den Ausschlag. Onun təcrübəsi həll edici rol oynadı. İkinci nümunə. Am Ende gab der Preis den Ausschlag. Sonda qiymət həlledici amil oldu. Üçüncü, kleine Details können den Ausschlag geben. Kiçik detallar həlledici ola bilər. Həlledici olmaq, den Ausschlag geben. İkinci isə für eine Entscheidung bestimmend sein. Bu, bir qərar üçün həlledici olmaq, qərarı müəyyən etmək, qərara təsir edən əsas amil olmaq kimi tərcümə olunur. Məsəl üçün, seine Meinung war für die Entscheidung bestimmend. Onun fikri qərar üçün həlledici oldu. İkinci nümunədə, die Kosten sind oft für eine Entscheidung bestimmend. Xərclər çox vaxt qərarın verilməsində həlledici olur. Üçüncü, die Qualität war für unsere Entscheidung bestimmend. Keyfiyyət bizim qərarımız üçün əsas amilidir. Deməli, den ausschlaggebend həlledici təsir göstərmək, nəticəni müəyyən etmək kimi, yəni nəticəyə aparan son təsir kimi tərcümə olunur. Ancaq für eine Entscheidung bestimmend sein qərar üçün əsas müəyyən edici amil olmaq, yəni əsas rol oynayan faktor kimi tərcümə olunur. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.